Hz. Əleyhissalam bizə o varlığı tanıtırmaq istəyir. Necə bizim Allahımız var? Tanıyaq Allahımız. Qüdrət sahibi, bizi sevib yaradan Allah. Və məfzəu kullu məlhuf. Hər bir giriftarın, çətinliyi olanın sığınacaq yeri Allahdır. Hər kəs sığınmağa yer istəyirsə, ən son sığınacaq yerdir Allahdır. Mən təkəlləmə səmi'ə nutqə. O elə bir varlıqdır ki, hər kəs danışsa onun danışığın eşidir. Allah bütün danışıqları eşidir. Hər kəs danışsa, bir söz desə sözündən xəbəri var, eşidir. Və mən səkətə alimə sirrə. Hər kəs də sakit qalıb danışmasa, Allah onun sirrindən, onun qəlbindən də agahdır. Belə deyir ki, bir nəfərin bir pis niyyəti ola qəlbində, Allahın xəbəri olmuyor. Əgər dilə gətirib danışırsa, Allah eşidir, bilir, xəbəri. Dilə də gətirmir, qəlbində də varsa, Allah onun sirrindən agahdır. Amma Allah-u Teala səttar aloyubdur ki, o sirləri gizlədir. Özü agahdır, biləndir. Və mən aşə fəaleyhi rizquh. Ey insanlar, nə tək insan, hər nə ki bu dünyada yaşayır, bu varlıq aləmində hər bir şey yaşayırsa, onun ruzisin vermək Allahın öhdəsinədir. Allah-u Teala bizi yaradıb, xəlq eləyib, nə tək insanları, bütün varlıq aləmi. Hər bir şeyin rizq ruzisi də onun öhdəsinədir. Odur ki, ruzi verəndir. Və mən matə fə ileyhi munqələb. Və qayıdış da ona tərəfdir. Hər kəs bu dünyadan ki köçür, ölür insanlardan. Qayıdışı inna lillah və inna ileyhi raciun. Qayıdışı Allaha tərəfdir. Hamı Allaha tərəf qayıdacaq. Heç kəs bu dünyada nə əbədi qalandır, nə də öləndən sonra Allahın o ədalət məhkəməsindən qaça biləndir. Qayıdış yeri Allahdır. Hamı o tərəfə hərəkət edir və axırda ona tərəf qayıdacaq. Ləm tərəkəl uyun fətuxbirə ənk. Və sonra Allahı pak və münəzzəh bilirdir. Allahı heç bir göz görməyib ki, ondan xəbər versin. Onun barəsində danışsın, desin ki, o belədir, belədir, belədir. Heç bir göz onu görməyə qüdrəti yoxdur, qadirdir. O qədər əzəmət sahibidir ki, gözlərin onu görməyə qabiliyyəti yoxdur. Bəli, kuntə qəbləl vasifinə min xəlqik. Əksinə, bütün bu aləmdə vəsf eləyənlər, görüb danışanlardan qabaq olan Allahdır. Hər bir şey ki, xəlq olub, danışa bilir, onların hamısını Allah-u Teala xəlq eləyib. Onların hamısından əvvəl Allah var idi. Bir zaman ki var idi, Allah var idi. Zaman demək olmaz, elə bir zaman yoxdur ki, orada Allah olmasın.